Səs bizim izimizdir. Hətta bəzən bizdən öncə otağa girər, biz çıxdıqdan sonra otaqda, o adamın beynində, ürəyində qala bilər. Səs bizim kimliyimizdir, xarakterimizin yansımasıdır, məsələlərə, proseslərə necə reaksiya göstərdiyimizi təzahür etdirir. Bəzən uca səs lazımdır, bəzən tamamilə səssizlik. Bəzən danışarkən səsin tonu qalxır, düşür, ani səssizlik yaranır, yəni pauza. Bax, bu danışığı tamamilə dəyişdirir. 100 adam eyni cümləni deyər, hər birindən fərqli səslənər. Sənin özün bir cümləni 10 fərqli formada deyərsən, nəticə dəyişər. Adicə salama bax. Salam. Salam. Salam, salam. Birində gümrah səs var. Səni gördüyümə çox şadam. Salam. O birində, ayda, sən hardan qarşıma çıxdın? Amma salam Allahın adıdır. Deyim də diluca. Salam, salam, salam. O birində qəzəblisən, əslində sənin elədiklərindən mənim xəbərim var, amma üzünə vurmuram. Adam sənə salam. Salam, salam. Gördünüz, söz dəyişmədi. Sadəcə olaraq tonallıq dəyişdi.